Bakı Dövlət Universitetinin komandası sentyabrda keçirilən Teknofest 2025 İstanbul Aerokosmik və Texnologiya Festivalında böyük uğur qazanıb. Dünyanın 96 ölkəsindən 565 mindən çox komandanın müraciət etdiyi festivalda təmsilçimiz əngəlsiz həyat texnologiyaları kateqoriyası üzrə Neuroscreen layihəsi ilə birinci yerə layiq görülüb. Layihə, iflici xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi əsasında müxtəlif iod texnologiyalarını, rəqəmsal vasitələri və robot əsaslı orqanları idarə etməyə, həmçinin xəstələrin sağlamlıq vəziyyətinin real vaxt rejimində monitorinqinə və süni intellekt əsasında təyininə imkan yaradır. Elmira Ağayeva, BDU xəbər. Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi və Məhkəmə Hüquq Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının etibarlı təminatıdır mövzusunda master-klass keçirildi. Master-klası giriş sözü ilə açan sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xəlidoğlu, Jurnalistika Fakültəsində təhsil alan tələbələr üçün konstitusiya, suverenlik anlayışları, onların mahiyyəti və əhəmiyyətinə həsr olunmuş master-klassın əsasını qeyd etdi. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-sinə qəbul olunmuş Azərbaycan Respublikasının ilk konstitusiyasının ölkədə geniş miqyaslı qanunvericilik islahatlarını təşkil etdiyini bildirdi. Konstitusiyanın insan hüquqlarının qorunması baxımından əsas hüquqi bazı olduğunu vurğulayan Media İnkişaf Agentliyinin hüquq şöbəsinin müdiri Adil Tağıyev, onun dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təminindəki rolunu qeyd etdi. Universitetin Jurnalistika Fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək konstitusiyanın təkcə hüquqi sənəd deyil, həm də dövlətçilik təfəkkürünün, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsası olduğunu öz çıxışında qeyd etdi. Davamında Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova söz alaraq, hər bir dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da konstitusiyanın ali qanun olduğunu bildirdi. O əlavə etdi ki, bütün qanunvericilik aktlarının məhz konstitusiyaya uyğunluğu təmin olunmalıdır. Konstitusiya yalnız hüquqi çərçivə deyil, həm də insan hüquq və azadlıqlarının qorunmasının əsas təminatıdır. Sonda tələbələrin sualları cavablandırıldı. Aysə Ağakərimova, Aytaç Kərimova, Əli Nəsirli, BDU xəbər.